Patrulazın əldə etdiyi məlumata görə, Səadət Səfərova bir neçə gün əvvəl bir sıra media orqanlarına verdiyi müsahibəsində oğlu Səfərov Elşad Aydınoğlunun Vətən 2022 MMC-nin təsisçilərindən biri olduğunu və şirkətdə 25% payının mövcudluğunu iddia edib. O, bu payın qarşılığında şirkətin inşa etdiyi çoxmərtəbəli yaşayış binasından 40 mənzil tələb etdiyini bildirib. Səadət Səfərova həmçinin ailəsinin maddi vəziyyətinə toxunaraq, hazırda yalnız ipoteka krediti ilə əldə olunmuş bir mənzillərinin olduğunu, həmin krediti ödəyə bilmədiklərinə görə 16 nəfərlik ailə üzvünün küçəyə atılmaq təhlükəsi ilə üz-üzə qaldığını qeyd edib. Lakin qarşı tərəfin Patrulaza təqdim etdiyi sənədlərdə tam fərqli məqamlar yer alır. Sənədlərə əsasən, Səfərov Elşad Aydınoğlunun adına Bakı şəhəri Xətai rayonu Babək prospektində ümumi sahəsi 7169 kvadrat metr olan və hazırda Diamond Cars avtosalonu kimi fəaliyyət göstərən obyekt mövcuddur. Bundan başqa, Səfərov Elşadın qardaşı Səfərov Elşən Aydınoğlunun rəhbəri olduğu Şirvan Mebel Mərkəzi MMC-nin mülkiyyətində Şirvan şəhərində 1493 kvadrat metr sahəyə malik obyekt də qeydiyyatdadır. Qarşı tərəfin təqdim etdiyi məlumatda həmçinin iddia olunur ki, Səfərov Elşad Aydınoğlunun adına Yeni Həyat Yaşayış kompleksinin Megafan layihəsində bir neçə otaqlı mənzil də mövcuddur. Əlavə olaraq qeyd edək ki, Səfərov Elşad Aydınoğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci dələduzluq maddəsi ilə Suraxanı rayon polis idarəsi tərəfindən cinayət işi başlanılıb və barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Vətən 2022 MMC-nin hüquqşünası Zaman Səmədov isə Patrulaza açıqlamasında bunları bildirib. İddiaçı Səfərov Elşad Aydınoğlu Vətən 2022 MMC-yə qarşı iddia tələbi irəli sürərək, şirkətin paylı mülkiyyətində olan Suraxanı rayonu ərazisində inşa edilən çoxmərtəbəli yaşayış binasından 25% payının ayrılması, payın ayrılması mümkün olmadıqda isə həmin payın qiymətləndirilərək pul şəklində ödənilməsini məhkəmədən xahiş etmişdir. Bu prosesdə iki məqam diqqəti cəlb edir. Məhkəmə araşdırması zamanı Vətən 2022 MMC tərəfindən təqdim edilmiş, həm Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsindən, həm də Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsdən əldə edilmiş sənədlərdən müəyyən olunur ki, Vətən 2022 MMC-nin mülkiyyətində heç bir daşınar və daşınmaz əmlak mövcud deyildir. Göründüyü kimi, Səfərov Elşad Aydınoğlu bu məsələdə bir qədər səhvə yol vermişdir. Belə ki, o şirkətin mülkiyyətində əmlakla şirkətin investisiyaya qoyduğu əmlak anlayışları fərqlidir. Yəni, şirkətin investisiyaya qoyduğu əmlak onun mülkiyyəti hesab edilmir. Səfərov Elşad Aydınoğlu bu anlayışların mahiyyətini dərk etməkdə çətinlik çəkmişdir ki, belə bir iddia irəli sürmüşdür. Sözü gedən yaşayış binasının inşası üçün qoyulmuş vəsaitə gəldikdə isə, Səfərov Elşad Aydınoğlu 2022-ci ildə Vətən 2022 MMC-nin inşa etdiyi çoxmərtəbəli yaşayış binasının tikintisi üçün 460.335 manat kapital qoymuşdur. Bundan kapitalın 332.600 manatı bank vasitəsilə, 127.735 manatı isə hissə nəqd şəkildə qoyulmuşdur. Təqdim etdiyimiz sənədlərdən görünür ki, həmin kapitalın əvəzinə Səfərov Elşad Aydınoğlu elə həmin ilin noyabr ayında Məmmədov Elnura olan borcunun əvəzini vermək üçün ümumi sahəsi 193 kvadrat metr olan 3 ədəd mənzil, 2023-cü ilin əvvəlində isə 1 kvadrat metri 1200 manatdan hesablanmaqla 4 ədəd mənzil götürmüşdür. Yəni 2022-ci ildə ümumilikdə sahəsi 511 kvadrat metr olan mənzillər götürmüşdür. Eyni zamanda Vətən 2022 MMC-nin kassasından 103.400 manat pul vəsaiti götürmüşdür. Bildiririk ki, binanın tikintisinə icazə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhəri idarəsi tərəfindən 2023-cü ilin yanvar ayında verilmişdir. Səfərov Elşad Aydınoğlu qoyduğu pul vəsaitini çoxmərtəbəli yaşayış binasının hələ bünövrəsi qazılmamış götürmüşdür və hazırda Vətən 2022 MMC-də hər hansı kapitalı mövcud deyildir. Onun şirkətdə sadəcə kapital payından 25 manat pul vəsaiti vardır ki, həmin vəsaitlə də çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirmək qeyri-mümkündür. Bununla bağlı zamanında Səfərov Elşad Aydınoğlunun etibarnamə əsasında nümayəndəsi olan anası tərəfindən hüquq mühafizə orqanlarına edilən şikayətlər əsasında araşdırma aparılmış və Vətən 2022 MMC-nin haqlı olması öz təsdiqini tapmışdır. Səfərova Səadət xanımın isə ayrı-ayrı sosial şəbəkələrdən, sosial şəbəkə platformalarından şirkətin işgüzar nüfuzundan zədələyən məlumatlar yayılmasına münasibət olaraq bildirmək istəyirik ki, ümumiyyətlə onun xanımın şirkətdə nə istədiyi, mahiyyət olaraq tələbi nədən ibarətdir? Bütün bu tələblər qeyri-müəyyəndir və həmin tələblərə münasibətdə də
həm bir müxtəlif orqanlarda araşdırmalar aparılıb, rəsmi prosessual qərarlar qəbul olunub və eyni zamanda da kommersiya mübahisəsi isə Bakı Kommersiya Məhkəməsində davam edir. Səadət xanımın istədiyi 30-40 mənzil, bir neçə mənzilə münasibətdə isə, yəni mülki qanunvericiliyi, kommersiya hüququnu yaxşı bilən mütəxəssislər daha dərin anlayırlar ki, kapital qoyuluşu başqa şeydir, şirkətin mülkiyyətində olan əmlak başqa bir anlayışdır. Bu iki anlayış arasında çox böyük bir fərq var. Kapital qoyuluşu o deməkdir ki, bir neçə investor, Vətən 22 şirkətinin investorları, təsisləri kapital qoyuluşuna dair vəsait qoyaraq bir bina tikə bilərlər, qeyri-yaşayış binası tikə bilərlər, vəsait tikinti işləri apara bilərlər. Amma bu vəsaitin kapital qoyuluşu olaraq geri götürülməsi zamanı isə artıq investisiya fəaliyyətinə xitam verilir. O baxımdan Səadət xanım özü şirkətin mülkiyyəti ilə investisiya fəaliyyəti arasındakı fərqi müəyyən etməkdə biraz çətinlik çəkir. Ona görə də şirkətin nüfuzunu ləkələyən məlumatları sosial şəbəkələrdə, platformalarda geniş şəkildə təbliğatı ilə məşğuldur. Biz hesab edirik ki, bu məsələ ilə bağlı biz müxtəlif instansiyalara, o cümlədən də mülki qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalacağıq.